Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub, videonu bəyənməyi unutmayan. Azərbaycanda pensiya ödənişləri ilə bağlı məsələ yenidən müzakirə olunur. Son günlər xüsusilə rayonlarda yaşayan vətəndaşlar pensiya ödənişlərinin fərqli tarixlərdə həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirirlər. Mütəxəssislər hesab edir ki, ödənişlərin bütün ölkə üzrə daha yaxın günlərdə həyata keçirilməsi həm vətəndaş rahatlığı, həm də sosial baxımdan daha uyğun ola bilər. Ekspertlərin sözlərinə görə hazırda bir çox pensiyaçı gündəlik yaşayışını yalnız pensiya hesabına davam etdirir. Kommunal ödənişlər, dərman xərcləri, ərzaq və digər vacib ehtiyaclar səbəbindən insanlar ödəniş tariflərinə xüsusi diqqət yetirirlər. Bu səbəbdən şəhər və rayonlar arasında yaranan vaxt fərqi bəzi vətəndaşlarda narahatlıq yarada bilir. Mövzu ilə bağlı danışan iqtisadçılar bildirirlər ki, müasir bank sistemi və elektron ödəniş imkanları pensiyaların daha koordinasiyalı şəkildə köçürülməsinə şərait yaradır. Bunların fikrincə ödənişlərin ölkə üzrə daha yaxın tarixlərdə həyata keçirilməsi vətəndaş məmnuniyyətinə müsbət təsir göstərə bilər. Qeyd olunur ki, xüsusilə yaşlı insanlar üçün ödənişlərin vaxtında alınması vacib məsələlərdən biridir. Çünki bir çox insan aylıq xərclərini və planlamasını məhz pensiya tariflərinə uyğun qurur. Ekspertlər hesab edirlər ki, ödəniş tariflərinin bir-birinə yaxınlaşdırılması sosial rahatlığı artıran addımlardan biri ola bilər. Digər tərəfdən vurğulanır ki, Dövlət Sosial Müdafiə Fondunun elektron sistemləri son illərdə daha da təkmilləşdirilib və bu ödəniş prosesinin sürətlənməsinə imkan yaradır. Mütəxəssislər düşünür ki, gələcəkdə pensiya ödənişləri ilə bağlı daha çevik mexanizmlər tətbiq oluna bilər. Mövzu sosial şəbəkələrdə də geniş müzakirə olunur. Vətəndaşlar, xüsusilə rayon və kəndlərdə yaşayan insanların ödənişləri daha tez almasının vacibliyini qeyd edirlər. Bəzi insanlar hesab edir ki, ödənişlərin eyni vaxtda həyata keçirilməsi həm rahatlıq yaradar, həm də əlavə gözləmə müddətini azaldar. Hazırda məsələ ilə bağlı müxtəlif təkliflər səsləndirilir və gələcəkdə bu istiqamətdə yeni dəyişikliklərin olub-olmayacağı maraqla gözlənilir. Siz bu barədə nə düşünürsünüz? Pensiyalar bütün ölkə üzrə eyni vaxtda verilməlidirmi? Fikirlərinizi şərhlərdə yazın. Kanala abunə olun və ən son sosial xəbərləri izləməyi unutmayın.